Ömer vaxtınız xeyir. Başlayaq təkrar 7-nin izahına. Təkrar 7-də birinci suala baxaq. Birinci sualda bizə nə soruşur? Ən ucuz məhsulun 1 tonun qiyməti ən baha məhsulun 1 tonun qiymətindən neçə faiz azdır? Birinci baxın. 150 ton olanı 640 min manata satıblar. 140 ton olanı 560 minə satıblar. Nə edirik? 1 tonu tapmaqdan ötürü 640-ı 150-yə bölürəm. Təxminən düşür 4 tam neçəsə. 560-ı 140-a böləndə tam olaraq 4 düşür. 360-ı 85-ə böləndə bu da elə bil ki 4 tam neçəsə düşür da. O da 4 tam neçəsə düşür, amma bilmirəm neçə. 440-ı 88-ə böləndə tam olaraq 5 düşür. 510-u 110-a böləndə bu da 4 tam neçəsə düşür. Yəni 4 tam onda neçə, 4 tam onda neçə, bu da 4 tam onda neçə. Beləliklə ən ucuz qiymət olan tək 4 olan. Bax budur, budur. Ən bahalı olan 5-dir, budur. İndi soruşur ki, neçə faiz azdır. Aralarında nə qədər fərq var? 5-dən 4 çıxıram, qalır 1. Demək ki, 1000 manat alır, yəni 1 manat tutaq ki, belə azdır da, bunun qiyməti, 1 tonun qiyməti. Bu da neçə faiz eləyir? 1 görək 5-in neçə faizdir? 1 bölək 5, vuraq 100. İxtisar gedir 20 faiz, cavab olur bu variantı. Sonra deyir ki, buradan açışa uyğun olan variantı seçin. Gəlin baxaq. Burada. Siz məsələn bu gördüyünüz bax bu qara hissə olduğuna görə bunu rahatlıqla işləyə bilərik. Necə? Məsələn baxaq indi bu varianta. Deyə bax görürsüz bu şəkildə durub belə. Sağında nə durub? Sağında bu durub. Sağında bu durub. Görürsüz bu formada dayanıb. Tam düzdür. Burası düzdür. Solunda isə sonunda isə qara üz durub. Amma bunun solunda bax bu dayanıb. Demək A variantı səhvdir. Yəni gördüyümüz kimi bunun sol hissəsində bax bunun sol hissəsində bu dayanıb. Keçirəm bunun işləməyə. Buya baxıram. Burada qara üzü qoyub ortaya, qara üzü qoyub ortaya. Baxın, mən demişdim ki, bu üzü kəsib rahatlıqla bura gətirə bilirsiniz. Kəsib gətirirəmsə, olur baxın, eyni olduğu kimi belə. Düzdürmü? Buradan fikir verin, bu qara üzün baxın, burada qara üzlə bu yuxarıda birləşiblər, burada isə aşağıda birləşiblər. Demək B də səhvdir. Qalır C, D, Y-dən biri. İndi Y-yə də baxıram, çünki Y də yuxarısında bu üzdür deyənə, rahatlıqla bunları işləyim çıxım, sonra başqasına baxaram. Fikir verin, bu qara üzü göstərir ki, qara üzün bir tərəfində budur, bir tərəfində də budur. Amma bax bu üzlə bu üz heç vaxt yan-yana ola bilməzlər. Çünki əgər bu tərəfdən baxası olsam, bu var ortalarında. Buradan da baxasınız, 2 dənə fiqur var. Yəni Y də səhvdir. Cavab C ilə D-dən biridir. C ilə D-dən biridirsə, indi baxırıq, bu fikir verin, ağ üzüdür burada. Baxın, ki çevirib, tərsinə qoyub bunu. Tərsinə qoyub deyənə, çevirib baxıram. Fikir verin. Əslində buradan belə məsələn bunu tutmaq olar ki, D-nin səhvi burada olur ki, qara üzlə bu yenə bunları yan-yana verib. Amma bunlar heç vaxt yan-yana dayana bilmir. Çünki burada ortasında 2 dənə üz var. Burada da bu üz var. Məsələn belə də baxası olsam, qatlasam, bu üz var. Yəni bununla bu heç vaxt yan-yana olmur. Yəni D-ni də çıxardım, cavab avtomatik qalır C variantı. Bu sualda bir dənə baxaq. Qeyri-aşkar mövzusuna aiddir. Burada nə edir? 8 ilə 6-nı toplayıb 14 yazıb, 9 ilə 5-i vurub 45 yazıb. 6 ilə 2-ni vurub 12 yazıb, 9 ilə 1-i toplayıb 10 yazıb. 6 ilə 9-u, baxın indi burada 7 ilə 9-u toplayıb 16 yazıb, 4 ilə 5-i vurub 20. 6 ilə 9-u toplasam 15, 2-ni 7-yə vuranda 14. 1514. Cavab olur A variantı. Burada deyir, hansı ədədlər olmalıdır? Yadınızda qalsın, mən sizə qarşı üz və yaxud da düşmən üz söhbətini öyrətmişdim. Bax, 5-dən 6. Qarşı üz heç vaxt yan-yana ola bilməz. 0-dan 3 heç vaxt yan-yana görsənə bilməz. 8-dən 9 görürsünüz düşməndirlər. Ortalarında bir dənə üz varsa düşmən sayılırlar. Demək ki, hansı variantda 5-6 varsa eyni yerdə çıxırsınız. 5-6-nı çıxartdıq. Hansında 3-0 varsa onu da çıxardırıq. Hansında 9-8 varsa onları da çıxardırıq. Cavab olur Y variantı. Daha sonra bunlarda artıq belə gedərsiniz. Ağac var üsulundan. Bu nə olur? Üst-üstə qoyursunuz. Məsələn, bax bu üzlə bu üst-üstə qoyursunuz. Nə olur? Qara hissələr üst-üstə düşəndə burada görürsünüz qara olub yenə həmin hissə. Demək, qaralar üst-üstə düşəndə qara olacaq. Qaralar üst-üstə düşəndə qara olur. Buna baxın, bunun da burası qaradır, bunun da burası qaradır. Üst-üstə düşəndə bu hissə qara olacaq. Onda B variantı səhvdir, bura ağdır. C səhvdir, bura ağdır. D səhvdir, bura ağdır. Y ilə A-nın ikisində də bu hissə qaradır. Keçirəm sonra. Baxın, daha sonra nə tapa bilərəm? Burada baxın, ağ üzlə qara üz üstə düşüb yenə ağ olub. Ağ, qara, ağ olur. O zaman bura ağdır, bura qaradır. Onda növbəti şəkildə aşağıda da yenə ağ olacaq. Niyə? Ağ, qara, ağ verdi axı. Onda burada da ağ, qara, ağ verməlidir o hissədə.
Ağ olmazsa bura qaradır. Yenə də çağırırıq, cavab olur A variantı. Burada rəssam rəsm çəkir. Nə ilə? Fırça ilə. Balıqçı balıq tutur. Arı bal düzəldir, pətəklə səhvdir. Dərzi geyim düzəldir. İğnə ilə. Bu ola bilər. Yox, iğnə ilə bu ola bilər. Qalsın yerində. Sonra idmançı idman düzəldir olmaz. Pambıqçı pambıq düzəltmir. Balıqçı balıq tutur, dənizlə olmaz. Cavab elə olur B variantı. Dərzi geyim tikir, iğnə ilə. Daha sonra növbəti 7-ci suala baxaq. Burada bizə cədvəl verib və o cədvəl üzərində işləməliyik. O cədvəllə işləyiriksə, baxın, M ilə K-nın cəmin 10 verib, burada da kublar verib. İndi bu kublara uyğun nəsə eləməliyik. Yerinə yazıb həll eləyəcəyik, görə necə eləyərik. Baxın, M ilə K-nın cəmi 10, bunu axırda baxacam. Əsas gəlirəm bunlara baxmağa. M kvadratı bərabərdir nəyə? N-in kubuna. Bunu yazacağım. Daha sonra N kvadratı bərabərdir K üstü 4-ə. Çünki vurmada axı bu. K üstü 4-ə. İndi buradan siz ixtisar apara bilərsiniz. Burada siz ixtisar apara bilirsiniz necə? Hər tərəfi baxın kök altına salanda N bərabər olur K kvadratına. Gətirirəm burada N'in yerinə var ya, bax burada N'in yerinə K kvadratını yazıram. N'in yerinə K kvadratı yazanda nə olacaq? N'in yerinə K kvadratı yazanda olur M kvadratı bərabərdir, M kvadratı bərabərdir. M kvadratı bərabərdir, N'in yerinə K kvadratı yazanda olur K kvadratının kubu. M kvadratı bərabərdir K üstü 6-ya. Baxın belə alır. İndi yenə bunların hər ikisini kökə salası olsam, necə olacaq? M bərabərdir K-nın kubuna. Gətirib yerinə yazıram. M-in yerinə yazıram K kubu. Olur K kubu üstə gəlsin K bərabərdir 10-a. Hansı ədədlər ki, özü ilə kubun cəmi 10 eləyir? O da 2. Yəni 2-nin kubu 8 eləyir. Üstə gəlsin 2 bərabərdir 10-a. Belə. İndi cavab olur burada M soruşu, M də olur 8. Belə. K kubu. Yəni 2-nin kubu plus 2. Bizə nə soruşur? M soruşur düzdür. 2-nin kubu 8-dir. Sonra LD plus vuraq deyil 96. Belə bir rəqəmlər yazıb. Baxın. Bura 8 düşürdü başa. Çünki onu 8 yazırıq bura. Nəyin üstünə 6 gəlsəm 10 eləyər? Təbii ki 4-ün. Olur 48, 96. Bunu yazıb. İndi bizdən soruşur ki, D nə olacaq? Gəlin baxın. Bax, burada LD-yə vurub 48 alıb, D-ni LD-yə vurub 96 alıb. Əslində yerinə ədəd qoymanla da ala bilərsiniz. Hansı rəqəmi ədəd qoymanla ala bilərsiniz. Amma və yaxud da ki, belə ala bilərsiniz ki, LD nəsə bilmirəm. Baxın, LD bir dənə ədəddir. Bunu elə vurur, alır 48. D-yə vurur, alır 96. Onda avtomatik belə bir söz deyimsə, beləsi olsaz, ixtisar desiniz, məsələn, LD-lər gedər, 48-dən 96, 48 ixtisar gedər, L bölünsün D bərabər 1/2 nisbətində. Əslində artıq buradan sənəsə bir əlaqə var. Yəni, LD bərabər 1/2 nisbətindədir. Onda hansı ədədlərini gətirib vura bilər ki, 48 eləsin? Baxın, D-ni ilə vuranda 8 eləyib və 2/1 nisbətindədir. Bu, əlbəttə ki, 2 ilə 4-dür da, yəni. D olacaq 4, D 4, L-də 2, 4, 2. Əslində yerinə qoymanla ala bilərsiniz. D-ni soruşur, cavab olur B variantı 4. Ədədlərdən biri 100-dür. Qazlardan biri də ki, heliumdur. Y variantı. Yenə bu tip sualı bayaq izah eləmişdim. 9, 7 eyni vaxtda görsənə bilməz. 4, 3 görsənə bilməz. 5, 8 görsənə bilməz. 4, 3-ü çıxardıran variantlardan, 9, 7-ni çıxardıran variantlardan, 5, 8-i çıxardıran variantlardan cavab olur D variantı. Rəmzlərdən biri bayraqdır. Buradan da cavab hüquqşünaslardan biri vəkildir. Hüquqşünasların bəzisi vəkil olur, bəzisi nə bilim gedir başqa peşəyə, yəni necə deyim, hakim olur. Bunlar hamısı hüquqşünas deyil, hüquqşünasın növləridir, vəkil zad. Konstitusiya gerb növü bir-birinin deyil, çəngəl qaşıq bir-birinin növü deyil. Burada giləmeyvi ilə qarağatın yeri dəyişik olsaydı düz götürə bilərdim. Giləmeyvilərdən biri qarağat ola bilərdi. Sualda belə olmalıydı. Buradan Mina ilə rəfiqəsi, iki rəfiqəsi gəzməyə getmək qərarına gəldilər. Onlar 3 velosipedləri var. Rəfiqələrin üçün müxtəlif
variantda hər bir velosiped seçə bilərlər. Baxın, rəfiqələr A, B, C idi. Velosipedlərdə 1, 2, 3. A, B, baxın, indi nələr ola bilər? İndi gəldik yazırıq. Baxın. 1A, 2B, 3C seçə bilərlər məsələn. Sonra 1A, 2C, 3B seçə bilərlər. Sonra 1B, 2A, 3C ola bilər. 3C. Yəni məsələn bunlar tutaq ki, velosipedlərlə rəfiqələr yazmışam da A, B, C kimi. 1B, 2A, 3C ola bilər. Sonra 1B, 2C, 3A ola bilər. Daha sonra 1B, daha doğrusu 1'e A'nı yazdım, B'ni yazdım, 1'e C, 2'ye A, 3'e B ola bilər. Bir də 1'e C, 2'ye B, 1'e C, 2'ye B, 3'e A ola bilər. Baxın bu 6 dənə versiya oldu. Yəni məsələn tutaq ki, Mina A-nı sürər, rəfiqəsinin biri B-ni, biri C-ni. Sonra Mina A-nı sürər, o birisi rəfiqəsi C-ni, B-ni. Belə qarşı yəni sürə bilərlər. Amma bunu nətə tapırıq? Cavab 6 alındı. Bunun cavabı neçə müxtəlif versiya deyildiyinə 3 faktorial. Cavab olur 6 D variantı. Burada 1, 4 100 alıb, 2, 7 nəsə eləyib, 3 alıb, günəş damsını deyin. 6, 6, 9. Bu cavab 25'dir. Biri vur 4'e, vur 25'e 100. İçine vur 7'ye, vur 25'e 350. 25'i vur 6'ya, onu da vur 6'ya 900. 25'i 6'ya vuranda 120, 150 eləyir. 150'ni de 6'ya vuranda 900. Cavab olur 25 C variantı. Elmlərdən biri riyaziyyatdır, nəşrlərdən biri jurnal nəşridir. Jurnal nəşri var, qəzet nəşri var, kitap nəşri var və s. Nisbilik nəzəriyyəsini Einstein yaradıb, təkamülü isə Mendeleyev D variantı. Burada nə edirik? Burada bu iki şəkil üst-üstə qoyduq. Alınan şəkildən bu birisi ikisini də almalıyıq. Üst-üstə qoyası olsam, baxın bu xəttlər belə gələcək. Sonra bunlar belə gedir. Baxın, elə bilin ki, bundan bunu üst-üstə qoyub hesablayıram da. İndi görək bunun hansı hissəsi yoxdur. Diqqətlə baxın, bir dənə bura bax. Bu ikisində olub, bunda olub. Baxın, bunda olub, bunda olmayanlara baxaq. Burada bax belə bir işarə yoxdur. Bura y'lər lazımdır. Sonra fikir verin, bu diagonalın yarısı bura yarısı. Yəni bura bir tam diagonal lazımdır. Diagonal da olmalı. D variantı gedir, diagonal yoxdur. B gedir, A gedir. Bu da gedir. Buna da yoxdur. Cavab olur. Bu deyil bu variant. Yəni uşaqlar variantda deyəmirəm, yəni bax bu şəkildə. Deyəsən D-yə düşür. Yəni hərflərin yeri dəyişik düşüb. Bu Y-dir, bu D-dir. Yəni əsas bax bu şəkildə cavab. Çünki bu diagonal ən azı olmalıydı. Bu diagonalda yoxdur heç bir şəkildə bunlardan. Bir dənə bu sualda var. Burada 8-dən 3 çıxırsınız, kvadratı 5, 8-dən 3 çıxırsınız 5 eləyir. Kvadratın bura yazırsınız, kubun bura. 3-dən 1 çıxırsınız 2, kubun bura yazırsınız. 5-dən 2 çıxırsınız 3 eləyir. Kubun bura yazırsınız, kvadratında bura 9. 9-dan 8-ni cəm eləyir 17. Sonra burada nə eləyib? M bölünsün NK, bunu yazırsınız M bərabərdir. NK plus 2 plus L çarpı 1. D bərabərdir. N plus NK. Fikir verin. İndi buradan bizdən N plus L plus D-ni soruşur. N plus L plus D-ni. Nə edirik? Baxın, belə bir söz deyim sizə. N plus L plus D. Buradan indi nə edən? Gəlin belə bir söz deyim sizə. M-ni burada, bax bu M var ha, burada M-nin yazılan. Bu M-ni bir dənə belə parçalayıb yaza bilərəm. M bərabərdir. NK plus N plus L çarpı 1. İndi buradan gətirib nə edirəm? N plus NK var ya burada, N plus NK. Gətirib bunun ikisinin yerinə D yazıram birdən. Olur nə? M bərabərdir D plus N plus L çarpı 1. Bizdən isə 3-ünün cəmini soruşur. Orada nə olacaq? Baxın, elə bir ki, buna x koyuram. X çıxaq 1, M bərabər x çıxaq 1'ə. O zaman x də nəyə bərabər olur? M plus 1'ə. Cavab olur M plus 1 bu variantı. Sonra bayaqki şəkildən o aid sual idi. Yenə üst-üstə qoyursunuz. Fikir verin, bu xət var. Bizə lazım, amma bu xət yoxdur. Sonra bu hissədə xət tam deyil. Yəni buran bir xət lazımdır. Sonra belə bir xət də yoxdur. Belə bir xət də yoxdur. Belə. Cavab olur Y variantı. Qutardım. Deyə belə bir xət, qalan hamısı bura var.
Burada bir dəqiqə gözləyin. Rəqəmlər cəm nə edir? 5, 7, 12, bu da 10, 22, bu da 3, 25. 25 bu eləyir. 12, 4, 16, 21, bu da 25. Rəqəmlər cəmi 25 edir. Bir dəqiqə. 8, 6, 14, bu da 10, 20, bu da 1, 25. Hamısının rəqəmlər cəmi 25 olmalıdır. 5, 9, 6 eləyir 20. Bu da cəmi demək 5 olan biri olmalıdır. O da D variantı. Yəni 14 olsa rəqəmlər cəmi yeni 25 olacaq hər hissənin. Şimal cənub əks sözlərdir. Qış yay bu da əks sözlərdir. Sonra burada fikir verin, bax. Bu hissə birinci yerdədir. Bu hissə burada ikinci yerə gəlib. Burası hissələrin yeri dəyişməklə növbə təkli üçüncü yerdə olacaq. Baxın, bu hissə üçüncü yerdə olmalıdır. Üçüncü yerdə olmalıdır. Burada məsələn, bax bu imenda bu hissə burası figuranın yeri dəyişir şəkildə. Bu səhvdir. Burada 5 bucaq yoxdur. Buna görə bu da səhvdir. Bu hissə baxın, bu imenda bu hissə, ha, başqası yox. Bax bu hissə. Aşağı gələcəkdə gəlir. Bu hissə də getdi. Bu da yoxdur. Cavab olur bu variant. Çünki baxın məsələn burada da bu şəkil var ya, bu şəkil. Bu burada yoxdur axı bu hissələrdə. Cavab olur bu variantı. Burada gəlin baxan şəkildə görün nələr var burada. Birinci düşmənləri çıxardaq. Görün nə olur. Buradan. Baxaq nə hansı hissəsindən. Y ilə V düşməndilər. Yəni heç vaxt yeni görsənə bilməzlər. Sonra S ilə X düşməndilər. Sonra N ilə M da düşməndilər. Yəni harda N ilə M-ni görsəz bir yerdə çıxarda bilərsiniz. N ilə M-ni harda görürsünüz, çıxardın geçsin. O da amma başqa yoxdur deyənə. Keçsəm nəyə? Buradan indi baxırıq başqa formalarına. Yəni bir dənə buradan düşmənliyə görə A-nı çıxartdım. Fikir verin. Mən M-nın furiyası olsam bura, M belə durur burada. Yəni Y-nın ayağı M-nın böyrünə baxır. Y-nın ayağı M-nın böyrünə baxır. Amma burada Y-nın ağzı baxır M-yə. Demək D səhvdir. Y-nın arxası, baxın, Y-nın arxası M-nın böyrünə baxır, amma baxın bu hissəsi tam M-nın içinə baxır. G də səhvdir. Sonra İndi digər hərflərin forması var da, yəni N belədir, yıxılır belə olur, sonra qalxır belə olur, sonra bir də belə yıxılır, böyür üstü olur. Yəni burada da böyür üstü olur. Amma burada baxın, burada böyür üstü, amma burada ağza baxılır. C da səhvdir, cavab olur bu variantı. Burada əslində bunun hesab yolu uzundur. Məsələn, A, B, C, B, A, C verib, bunların hamısını bir-birinə vurub, baxın belə A kvadratı, B kvadratı, C kvadratı bərabərdir. Bunların hasilini tapıb, məsələn deyirəm, 56 nə deməkdir? 7 vuraq 8, 48, 6 vuraq 7, daha doğrusu 48, 6 vuraq 8, 42-dəki 6 vuraq 7 kimi yazıb, Sonra kök altına salaram bunların hamısını. Onlar nə? A, B, C bərabərdir. 8-dən 2 dənədir. 8-dən birini saxlayıram. 7-dən 2 dənədir. Birini saxlayıram. 6-dan 2 dənədir. Birini saxlayıram. ABC buna bərabər. 8 vur 7 vur 6-ya. İndi buradan objet tayəsini tapmağınız asandır. Necə? Götürərsiniz. AB'də ki 56-dır. Onda C-yə nə qalır? C-yə. Qalır bir dənə 6. C demək 6-dır. C 6-dırsa avtomatik C 6-dırsa burada. Hə, C6 düşür. Buna 6 düşür. Buna demək bu 8-dir. Bu 8-dir, bu 7-dir. 6, 7, 8-i soruşur bizdən. Cəmidəki eləyəcək 21. Amma bu rahat qaydası elə işləməkdir bura. Məsələn, nələri birinə vursam 56, 48, 42. Yəni, axtarıb yolunu məsələn, versiya qoya da tapa bilərsiniz. Amma əsl izahı, bax budur dediyim kimi. Kök altına salmaqla. Buradan 25-ci suala baxaq. 25-ci sualda Faiqlə Natiq dostdular. Yunisin bir dostu var. Səfərlə İlqar dost deyirlər. Faiqin şimdi isə dostu var. Gəlin baxayım. Baxın, Faiqlə Natiq dostdular. Faiq yanına Natiq yazdıq. Yunisin bir dostu var. Demək, Yunis bunların pakaliniyasında deyil. Yunis bu birisi pakaliniyadadır. Səfərlə İlqar dost deyirlər. Səfər İlqar da ayrı, fərqlidir. Ya Səfər buradadır, ya İlqar burada, ya İlqar burada, Səfər burada. İkisindən biridir. Bax, bunlar heç içindən biri burada da, qalanlarla hamısını buraya yazdım. Natiq İlqar dostdular. Natiq İlqarı buraya yazıramsa, Səfər İlqar dost deyil, daxında Səfəri Yunisin yanına yazıram. Belə, Rəsulla Yunis dost deyirlər. Onda Rəsulla buraya yazıram, Yunisin dost deyirlər.
Yəni budur. Faiqin şirkətində neçə dostu var? Faiqlə Natiqi yazdıq, Yunisi yazdıq, Səfərlə İlqarı yazdım, Rəsulla Yunisi yazdım, Natiqlə İlqarı yazdım. Hamısı aydındır. Faiqin neçə dostu var? 3 nəfər. Özündən baxan 3 nəfər bunlar dost gedirlər. Sonra burada nə edirsiniz? Burada dostlar, bax bu hissəni kəsirsiniz, bunu qatlayıb yuxarı qoyursunuz, bunu da qatlayıb belə aşağı. Bunu da indi buradan kəsirsiniz. Bu hissəni baxın. Belə kəsdiniz. Bunu çevirib təxminən deyim də neçə dərəcə 90 arsa 90 çevirəndə belə olur. Arsa 135 dərəcə, 90 plus 45 dərəcə belə çevirirsiniz. Bunu da ki indi saat əqrəbi demirəm sizə, o biraz çətin gəlir, amma yenə deyək də onunla deyim sizə. Saatın burada olacaq əks istiqamətində çevirirsiniz. Harca bunu 135 dərəcə belə qoyursunuz. İndi bunu yuxarınız buranın saat istiqaməti elədim. Buranın saat əksi. İndi bunu saat istiqamətində 135 dərəcə çevirəndə bu elə ki belə düşəcək. Belə. Bunu da çevirəndə bu da belə düşür. Cavab olur C variantı. Buradan sözlər düşə bilər imtahana təzədən. İmperialist, kommunist, sosialist, kapitalist, publisist. Cavab bunlar hamısı dövrdür, ictimai dövrdür. A variantı publisist, yəni publisistika bundandır. Deyir ki, hansı ildə alımı ilə armud yığım arasındakı fərq 5970 kiloqram olub. Bir dənə bura fikir versəz sentini ilə kiloqrama bəs eləyir. Baxın, 30'u 100'ə vuranda 3000, 4000, 5970 kiloqram deyirsə, ümumiyyətlə, baxın, burada da hamısı nədir? Kiloqramla 70, 60, yəni bura balaca kiloqramlardır, bunu qoyuq qırağa. Burada baxın, 5970 kiloqram, məsələn, buna ümumiyyətlə 3004-ünə baxmanın adı deyil. Yəni 3000-dən nə çıxsan 5970 qalır, heç nə. Budur getdi, bu da getdi, bu da getdi. Bir dənə qalır, baxın bu. Burada 6000 kiloqram olub, 2006-cı ildə. 2006-da burada da olub 30 kiloqram, всё. Demək, cavab 2006-dır. 6000-dən 30 çıxanda 5970. Burada SS bərabərdir PK-ya, SSK bərabərdir P-yə. P bərabərdir SSK-ya, gətirib burada P-nin yeni SSK-nı yazıram. Olur, SSS bərabərdir. P-nin yeni SSK yazıram. SSK. Yana bir də bu K-nı atıram. Bax belə. İndi 2S buradan silsəm. 2S buradan silsəm. Onda 1S bərabər nə? 2K-ya. 1S bərabərdir 2K Y variantı. 1S bərabərdir 2K-ya. Sonra baxaq indi bura. 3, 4, 5, 1, 2, 3 arıcılıqla gedir. 3, 4, 5 gedirsə növbəti 6 olacaq. 1, 2, 3 gedirsə növbətdə 4 olacaq. 4-də 6 cavab olur A variantı. Bu sualda baxın zəmbildir. Zəmbildə bu yumurtalar var. Deyir birini götürəndən sonra qalan hissələr arasında 2-1 nisbət olacaq. Yəni hansını götürsəz qalan hissə olacaq 2 qız x nisbətində. Cəmdə nə edir? 3 qız. Demək ki, bunlardan hansı bir rəqəmi çıxardandan sonra qalan hissə 3-ə bölünməlidir. Bunun rahat yolu. Hamısını cəmini toplayan 11, 12, 23, 14, 37, 37 üstə 23, 60, bu da 29, 89. Səhv eləmədimsə 23, 37, bir dəqiqə 37, bu da 50, 60, 89. Hə. Baxın, 89 olur. İndi bir bunlardan çıxarın hamısını. Görək hansını çıxsam 3-ə bölünər. Çünki x 2 qız da 3-ə bölünməlidir. 89-dan məsələn başlayam 5-ini çıxıram qalır 84. 84 3-ə bölünür. Necə bölünür? 3-ə bölündə düşəcək 28-56 nisbətində. 28-56. İndi fikir verin. 28-56 dedim də, düzdürmü? Görək indi 28-dən 56-nı bunlardan tək-tək ala bilərəm. Baxın. Bax bunu çıxartdım. Qalan bunlardan 28 ala bilərsiniz toplayıb hansınsa. Yəni hansısa zəmbil hissələri toplayıb. Xeyr. Onda demək ki, bu 5 alınmır. Yəni demək 5 qalır yerində. Sonra bax belə çıxarı gedirsiniz. İndi 29-u çalsam nə qalır? 60 qalır. 60 qalır. 60 necə bölürəm 2x x nisbətində? 3-ə böləndə baxın 3x kimi böləndə 20 düşür. Demək 40-20 nisbətindədir zəmbildə yumurtalar. Bunlardan 20 ala bilirsinizmi? Baxın artıq 29-u sildim baxın. Ona görə 29-u çıxartmışam. Qalır baxın 20 almaq üçün 6 ilə 14 toplayanda deyir 20. Demək zəmbilin birində 6 ilə 14 qalıb. Birində də 5, 12, 23. 5, 12, 23. Həqiqətən cəmi 40 eləyir. Всё. Demək 29 olan yumurtanı satıb qalanlar qalıb. Sonra gəldik 32-ci suala. 32-ci sualda fikir verin. Burada nə olub? Bax bu fiqur düşüb aşağı, qalxıb yuxarı. Yəni yerin dəyişə-dəyişə gedir.
İndi bax bura baxın, yuxarı, aşağı, yuxarı növbəti yenə aşağı olacaq. Aşağı olacaqsa B səhvdir. A səhv, çünki kvadrat aşağıda olmalıdır. Sonra üçbucağa baxın, burada durub, sonra gəlib bura, sonra gəlib bura. Demək ki, o da belə-belə hərəkət edir. Növbəti şəkildə bura düşəcək. Üçbucaq bura düşməlidir. D də səhvdir. Cavab C ilə Y-dən biridir. Daha sonra dairəyə baxırsınız. Dairə burada dayanıb, keçib bura, düşüb aşağı, demək sağa gedəcək. O da cavab olur. Bir dəqiqə, hansıları çıxartmışdım? D-ni çıxartmışdım deyəsən. Bir dəqiqə, D-ni çıxartmışdım. D ilə C-dən biri idi. Dairə dediyim kimi hara düşəcək? Sağa. Olur cavab Y variantı. 50-yə qədər natural ədədin neçəsində 4 rəqəmindən istifadə olunub. Baxın, natural ədədlərdən ədədlərin neçəsi deyirsə, bax 14, 24, 4 özü, 34, 40, 41, 42, 43, 44, 45, 46, 47, 48, 49. Baxın, əgər desə ki, neçə natural ədədin, o zaman 44-ü bir dəfə sayırsınız. Desə ki, neçə dəfə 4 rəqəmdən istifadə olunub, 44-ü 2 dəfə sayacaqsınız. 4 kimi. Burada hazırda neçə ədədin deyir yazılışında. O zaman 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14. 14 dəfə. Ümumiyyətlə isə baxın, burada istənilən rəqəmdən, burada məsələn 9 dənə ədəddə burada istifadə olunur. 4, 14, 24, 34. Bir də bundan sonra var 54 var. 64, 74, 84. Bir də 94. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 dəfə burada istifadə olunub. 10 dəfə də burada oldu. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Bir dəqiqə. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Hə, 10 dəfə. Baxın, olur 19 dəfə. Ümumiyyətlə istənilən ədəddən, istənilən, yəni 1, 9 arası, istənilən rəqəmdən 1-dən 100-ə qədər 19 dənə ədədin yazılışında istifadə olunub, 19 ədədin yazılışında. Amma neçə dəfə istifadə olunub desə, 20 dəfə. Yəni, çünki 33, 44, burada 2 dəfə istifadə edilmişdik. Ona görə 20 dəfə istifadə olunub, amma 19 dənə ədəd istifadə olunub. İndi burada cavabıma hesabladıqdan saydıq nə oldu? Deyəsən, 10 neçə oldu? Yəni, saydım, yadımdan çıxdı nə oldu? Ona saymışdıq. Yəni, 40-49, 10 dənə oldu. 10 dənə oldu. 10 dənə oldu. 4, 14, 24, 34. 4 dəfə olur 14 dəfə. Cavab C variantıdır. Sonra Ukraynalı, Alman, Litvalı, Gürcü, karnaval sözdür fərqli. Burada 1, 3, 2 vurursunuz bir-birinə 6 eləyir. Bir dəqiqə. Daha doğrusu 1, 3, 3 vurursunuz bir-birinə 9 eləyir. Deyə 9 dənə də burada var. Sonra 4, 2, 1 vuranda bir-birinə 8 eləyir deyə var. Burada indi 2, 2, 4. Onda nəyə vursan bu eləyər? 3-ə. Cavab olur B variantı. 12 eləməlidir. Bura 12 dənə daxil. 2-yi nəyə vur? Bunu da 2-yə vursam 12 eləyər. Sonra burada maraqlı sualda 36-cı sual, mətn sual. Gəlin baxan izahına. Burada baxın, yazırıq ki, çox diqqət tələb edən sualdır. Deyir ki, müxtəlif vaxtlarda çıxacaqlar. L və M qatarları S-dən sonra çıxmayacaq. Yəni, S-dən əvvəl çıxırlar. Baxın, L ilə M S-dən əvvəl çıxır. Zamana görə yazıram ayrıca şəkildə. N qatarı M-K-dan əvvəl çıxacaq. Baxın, N qatarı M və K-dan əvvəl çıxacaq. N-unu yazacam əvvələ. S qatarı N-dən sonra çıxır. Düzdür da. P-dən əvvəl çıxacaq. P-ni yazıram bu tərəfə. Əslində, burada bir növ tuta bilərsiniz. Necə? Baxın, burada. Bir də bir söz yazmışım. N qatarı M-K-dan əvvəl çıxmayacaq. Bir dəqiqə. Əvvəl çıxmayacaq demiş. Bir dəqiqə gözün təzən baxım suala. Baxın, L və M S-dən sonra çıxmayacaq. Yəni, S-i buraya yazmışamsa, L-i əvvələ yazmalıyam. Sonra, N qatarı M və K-dan əvvəl çıxmayacaq. Yəni, sonra çıxacaq. Yəni, M ilə K-dan sonra çıxır N qatarı. M, indi bundan əvvələ bir K da var, amma K indi M-dən əvvəldir. Sonra da onu bilmirəm. Nəsə, olsun K-nı yazacam bura. Sonra, deyir ki, S qatarı N-dan sonra P-dan əvvəl çıxacaq. S qatarı N-dan
Sonra P-dan əvvəl. Deyib P-dan əvvəl. P-dan əvvəl çıxır, N-dan da sonra. Baxın. Burada cavablar çıxdı. 6 dənə saatdır. Onu bilirəm, ən gec P çıxır da. Ən gec P çıxırsa nə olur? P-yə olur 12:00. P-dan əvvəl də S çıxır. Olur 11:00. Bunlar da ki, dəqiq müəyyən eləmək olmur. S 11:00 oldu. Cavab olur B variantı. Sutkanın qalan hissəsi keçən sənə 2 dəfə çoxdursa, saat neçədir? Baxın. Qalan hissəsi keçən hissəsindən çoxdur. Demək, bura x-dır, bura 2x-dır. 3x bərabərdir 24-ə toplayanda. X bərabərdir 8-dir. Demək, bura 8, bura olur 16. Deyir ki, qalan hissəsi keçən hissəsindən çoxdursa. Qalan hissə çoxdur. Demək, hal-hazırda saat 8-dir. 16 saat elə qalıb tamam olmağına. Saat 8-dir, yəni 8 saat keçib 16 saatda qalıb. Burada dostlar, heç hərflərin yerini dəyişiriz. Baxın, Ş, F, S-nın belə-belə yerini dəyişib. M, N, C-nın belə-belə dəyişib. Qalıb K, D, V. Burada yerini dəyişirəm. K, D, V, D, V, K. Baxın, K əvvəldə olub. D əvvəldə olub, qalır V əvvəldə olmalıdır. Baxın, D əvvəldə olub, K da olub. V ilə başlayacaq. V, D, K. Bu da ola bilər, bu da. Bir dəqiqə baxaq. V-ni yazdım. Sonra bura baxın, D ikinci olub. Buna D ikinci ola bilməz. Cavab olur C variantı. V, K, D. Hərflər öz yerində dəyişirlər bir biçində. Dostlar, burada üst-üstə qoyursunuz. Məsələn, bu şəkillə bu şəkil üst-üstə qoyursunuz. Baxın, qara, ağ. Nə rəng olub? Qara. Sonra ağ, nə rəng olub? Qara. Demək, qara, ağ da. Baxın, qara, ağ da. Qara plus ağ da qara olur. Qara, ağ. Qara, ağ olur. Qara, ağ. Ağ. Sonra ağ, qara. Demək, ağ da olur. Qara. Qutardı. İndi gəlin hesablayalım, bunu yazan aşağıdakı. Ağdır. Nə olacaq? Qara rəng. Demək, bu tin hissə qara olmalıdır. Bu səhvdir. Cavab olur B. A, B deyilən biri. Sonra ağdır, olacaq qara rəng. Ağ qaradırsa, yəni hamısına düz gəlir, hamısına bura qaradır. Bu problem yoxdur. Sonra fikir verək nəyə? Fikir verin bax bu hissəsinə. Ağdır, qaradır. Ağla qara da. Bir dəqiqə. Ağ, qara. Deyə ağ, qara burada deyil daha bayaqlarım. Bir dəqiqə deyə aşağıda yazdı. Ağ, qara, qaranı verib. Ağ, qara, qaranı verib. Onda baxın. Bura ağdır. Üçüncü ağdır. Üçüncü qaradır. Növbətdə yenə qara olmalıdır. Ağ, qara, qaranı verir. Burada üçüncü ağdır. Burada üçüncü ağdır. Burada qaradır amma. Cavab olur D variantı. Deyə bu hissə. Anam B-də səhvdir. Sonra burada nə edir? Burada toplayır, yuxarı yazır. Bunları da toplayacağım. Nə eləyəcək? 150, 164. Cavab olur bu variantı. Sonra baxırıq burada hansının uyğundur. Baxın, fikir verin sonuncu dairə ilə qutarıb. Sonuncu dairə ilə qutarıbsa demək sonda P hərfi, N hərfi ola bilməz. N hərfi ola bilmir. C-ni çıxartdım. Əvvəlinə baxsam 3 bucaqla başlayıbsa əvvəli L hərfi, Q hərfi ola bilməz. L hərfi, Q hərfi ola bilmir. Sonra bir dəqiqə. Sonuncusu nə ola bilər? Baxın, sonuncusu. Fikir verin ki, dairə dalbadaldır. Əgər siz fikirləşsəz ki, müəllim ola bilər ki, bu bunundur, bu da təkcə dairədir. Xeyr, elə bir şey yoxdur. Tək dairə yoxdur bunlarda. Onda demək qoşa dairə. O da olur L hərfi. Demək sonu L hərfi ilə bitməlidir. Bu əla, sonunda L. Bu L olur. Bunu tapdıq L. Sonra üçbucaq olan N, baxın, indi bu hissələrə diqqət eləmək lazımdır. Əvvəlinə baxsam, baxın, əvvələ belə gələ bilər. Belə gələrsə, gəl bu olur P hərfi. Sonra bu əgər tək olarsa L hərfi, tək üçbucaq N hərfi, PL, NL. PL, NL cavab olur elə Y variantı. Bu şəkildə fikir verin. T-na yan-yana durublar. Sonra indi mən A-nı fırlasam belə necə olacaq? Belə olur. Birini fırlasam belə, birini fırlasam belə. Tam olaraq T-na yan-yana dururlar. Bunda problem yoxdur. Amma A-ya F-nın ağzı A-nın ayağına baxır.
Bura fonun başı baxır. Burada fırlasam. Yəni birini görə çaldıram. 2 4 5 2 3 5. 3 ilə 4-ün hansındasa səhvlik var. Fonun başı tonun ayağına baxır, düzdür. Anı da fırlayanda belə oldu. Bir dəfə də fırlasam belə olacaq. Demək ki, bu da düz gəldi. Yəni tam-tamına bu da düz gəlir. 3 də düz gəlir. Bir dəqiqə görüm. İndi bunun yeri forması fərqi var. Yəni görə ki, hansı bu sağ dəqiqə və sağ əksi ödəyirmi? T, F, A belə gəldi. T, F, A belə gəldi. Yəni sıf hər ikisi sağ dəqiqəbin əks istiqamətində gedir. 3 düzdür. 3 düzsə demək səhv cavab 2 4 5-dir. Cavab 2 3 5-dir. Fırıyaq baxaq. Fonu gətirsən bura necə olacaq? Gətirib kəsib yapışdırsan bura. Fonla da ayağa baxacaq. Amma burada fonun başı baxıb baxın. Fonu gətirsən bura, fonla da belə baxırlar bir-birinə. Ayaqlar, amma burada başı baxıb fonun da. Ona görə 4 səhvdir ümumiyyətlə. Belə hansı ədədi başqa ədədə əvəz etsək, ədədlər müəyyən qanun yoluna düzülmüş olarlar. İndi baxın, burada qanun yolunu pozan həddin tapılması. 14, 16, 18, 20. Bura düz gedir. Burada 8-dən 11-ə 3 vahid, 11-dən 14-ə 3 vahid, 14-dən 3 vahid olub 17 olmalıydı. Demək 19 səhv yazılıb, yeni olmalıdır 17. Bu nümayəndə məsələsini izah eləmişdim. Keçən videoların birində, yəni hansı alan nümayəndəsi cədvəl çəkib həll edirsiniz. Belə bir şey deyil. Sonra baxaq. Burada nəyə? Deyir ki, Telman haranın nümayəndə. Yəni bu sualı izah eləmişdim yəni sizə. Ne bir çətin sual deyil. Bir dəqiqə gözünü də yenə izah edeyim. Bura aşağı yazın. Gəlin baxalım, buralıqda bir çəkin tapayım. Bax, burada əslində yəni şəhərləri yazırsınız bura. Şəhərlər burada adları. Yəni birinci səfərdə İskəndər Kənan var, 5 nəfər. 5 dənə şəhərlər yaz, 1 2 3 4 5-ci şəhər, bu da 1 2 3 1 2 3 4 5. 5 dənə adamdır. Yəni şəhərlərə adlar yazırsınız belə, uyğunluğu seçirsiniz. Yəni elə çətin sual deyil. İzahını vermişəm yəni. Burada uşaqlar A, B-ni fikir verin. A-nı 17 əvəz ilə, amma B plus 3-ü 9 əvəz eləyəcək. B plus 3 9-dursa B bərabərdə 6-ya. Yenə yazıram. A 17, B 6 bölünsün 3. 34 eləyir. Yəni səhv eləmədimsə B 6 A1 bölü 3. 17 vur 6 bölü 3. İxtisar gedir. 17 vur 2 34. Sonra ən çox səhv olunan sualdan biri 46-dır. Ümumiyyətlə neçə sual idi bu? Səhv eləmirəmsə 72 sualdır. Buradan bax 46-cı suala. 46-da nə deyir? Tural Bilal Vüsal kinoya gedirlər. Yolda Tural 5 paket fındıq ləpəsi alır. Bilal da həmin ləpələrdən 2 paket alır. Vüsal heç nə almadı. Seans vaxtı onlar hər biri eyni miqdarda üzrü sayın ləpə aldılar. Neçə ləpə yeyirlər. Kinodan sonra Vüsal yediyi ləpələrini hesablayıb Turala 1 marka qəpik verdi. Bilal Turala neçə qəpik verməlidir? Baxın. Tural, Bilal, Vüsal. Fikir verin. Deyir ki, Tural 5 paket alıb. Bu da 2 paket alıb. Yəni opsi 7 paket alıblar. 7 paket alınıb. En sonunda deyir ki, amma bax Vüsalın heç bir adını çəkmir nəsə almağı ilə bağlı. Vüsal heç nə almayıb. En sonunda Turala 1 marka qəpik verdi Vüsal. Vüsal yediyi ləpələrin. Və deyir ki, hamı eyni miqdarda yeyib. Demək, bu 1 marka qəpik yeyibsə, bunlar da opsi 1 marka qəpik yeyib, bunlar da 1 marka qəpik yeyib. Opsi nə qədər eləyir? 4 manat 20 qəpik. Neçə paket almışlar? 7 paket. 4 manat 20 qəpik 7 paketsin də 1 paket bərabərdir 60 qəpiyə. 1 paket 60 qəpikdir. Bizə deyir ki, Bilal Tural neçə qəpik verməlidir. Baxın, bu Tural 5 paketi almışdı axı. Turalın xarici çıxıb 3 manat.
60 qəpikdən 5 paket 3 manatdır. 3 manat. Bu 3 manatdan Vüsal 1 manat 40 qəpiyin verdi. Qaldı 1 manat 60 qəpik. Amma bu 1 manat 60 qəpik indi bu 1 manat 40 qəpik Vüsal öz yerinə verib daha. Bu özü də yeyib də bu şeydən. Bu 1 manat 40 qəpiklik öz yerinə xarcını çıxardırsınız. 1 manat 40 qəpik də öz yerinə yemişdi da. Bu 1 manat 60 qəpik pul olsa da veribsə də onun 1.40-ı bunun özünə düşür. Bu oyunun borcudur. Yerdə qalır nə qədər 20 qəpik. O 20 qəpiyi də Bilal kompensasiya eləməlidir. Cavab olur 20 qəpik. Sonra valideyn və uşaqların iştirak etdiyi baxın, valideyn və uşaqların tərcih etdiyi iştirak etdiyi şənliyi 5 valideyn tərcih etdikdən sonra uşaqların sayı və x, y verək. 5 valideyn, yəni x saf 5 uşaqların sayı valideyn 3 dəfə çox oldu. Bərabərdir y, amma 3 dəfə çox oldu deyəcək. Bunu uşaqların sayı 3 dəfə çox olub da. Vuraq 3 yazırıq. Bərabərdir y. Daha sonra 25 uşaq getdi. Və şənlikdə qalan valideynlərin sayını 2 dəfə az oldu. Yəni, x çıxısın 5 idi. X çıxısın 5. 25 uşaq gedib. Y çıx 25-dən 2 dəfə çoxdur. Vuraq 2-yə. Vuraq 2-yə. Yazsam, əslində vurub açıb yaza bilərəm. 3x çıxısın 15 bərabərdir y-ə. Gətirib yeni yazsam əgər. X çıxısın 5 bərabərdir. 3x çıxaq 15-i yerinə yazacağım. 3x çıxaq 15 çıxaq, bu da 25. 25 vurulsun 3. Bu da x çıxılsın 5 bərabərdir. 3x çıxılsın 40 vuraq 3. X çıxılsın 5 bərabərdir. 9x çıxılsın 120. 120. Buradan da mənfi 8x bərabərdir. Bir dəqiqə. Çıxaq 40 yazdıq. Yəni y-in yeri 3x çıxaq 15 qoydum. O da 3x çıxaq 40 elədi. 9x çıxaq 120 elədi. Bu da ki x çıxaq 5 yerində qalıb da. Hə, düzdür. Yəni heç bir problem yoxdur. Y bərabər 3x çıxaq 15-ə. Bu da düz. Yəni hər şey düz gedir. Belə gedir. Bir tərəfə getdim. 8x bərabərdir. 8x bərabərdir. Bu tərəfə keçirsəm. Mənfi 5 bizə keçsəm olacaq nə? Mənfi 5 bu tərəfə keçirdəsi olsam. Yəni məncə burada tam ədəd alınmır. Çünki mənfi 5 120. Bu tək ədəd eləyəcək. 8x da tək ədəd ola bilməz. Burada nəsə səhvliyi olub. Yəni lap keçirdəsi olsam bizə olacaq mənfi 115. 8x da mənfi 115 ola bilməz. Axı ümumiyyətlə 8x 115 düz gəlmir, bölünmür. Burada baxaq ki, nəsə səhvli eləmişik. Burada yazıb ki, uşaqlardan bir dəqiqə 25 uşaq getdi. Şərtə qalan valideynlərin sayını 2 dəfə az oldular. Uşaqlar, bura mən niyə 3 yazmışam? 2 olur, 2 dəfə az olur deyirik. Burada olub səhvimiz. İndi düzdür ta. Gəlib yenə x-in yerinə, y-in yerinə 3x çıxaq 15 yaza bilərik. Baxın, y 3x çıxaq 15 daxil gətirək yazaq. x çıxılsın 5 bərabərdir. 3x çıxaq 40 vuraq 2-yə. Bu deyil, x çıxılsın 5 bərabərdir. 6x çıxaq 80-də. Bu da x çıxılsın 6x bərabər. Mənfi 5 bir tərəfə keçər, müsbət 5 çıxaq 80-də. Mənfi 5x bərabərdir. Mənfi 80-də. X də bərabərdir 16-ya. X 16-ya. X 16-dır. X 16-dırsa, əvvəl necə uşaq iştirak edir? 16. Cavab olur, x olur 16. 16 uşaq iştirak edirdi. Daha sonra burada Gülnar, Orxan, Mahir, Könül, Nəzin, Ceyhun, Səyid hər bir kitabxananın informatika, pedaqogika, riyaziyyat, tarix şəbəkəsində cəmi bir kitab götürdülər. Baxın, bu şərti verib biz bu şərtlə işləyək, sonra bunlar düzgün səhvini tapan. Deyir ki, hər kitabın 2 ədəd götürülmüşdü. Gəlin adlarını yazayım bura. Gülnar, Orxan, Mahir, Rəvan, Könül, Nəzrin. Rəvan, Könül, Nəzrin. Rəvan, Könül, Nəzrin. Nəzrin. Yəni bunların adlarına baxayım. Bunların adlarına. Deyir ki, hər kitabdan 2 ədəd götürülmüşdü. Orxan tarix kitab götürmüşdü. Orxana tarix yazıramsa. Mahir və Könül götürü kitablar eyni adlıdır. Bax, Mahir ilə Könül eyni kitab götürüblər. Buna bildik.
Cümlələrlə səydə müxtəlif kitab götürüblər. Bunu da bildik. Riyazi kitabını götürənlər oğlanlardır. Fikir verin. Orxan tarix kitabını götürüb. Riyaziyyat kitabında riyaziyyat götürənlər oğlanlardır. Qalıb Rəvanla Mahir. Rəvana yazıram riyaziyyat, Mahirə yazıram riyaziyyat. Qutardım. Və bizə nə deyir? Hər kitabın 2 ədəd götürülüb. Yəni riyaziyyatı götürən 2 nəfəri tapdıq ki. Sonra Cümlələrlə səydə müxtəlif kitablar götürüblər. Baxın, kitablar nələrdir? İnformatika, pedaqogika, riyaziyyat, tarix. Riyaziyyat artıq bilirik kim götürüb. Tarixin birini Orxan götürüb. Birini də Gülnar Könül Nəzrin götürəcək. Və bir söz deyim sizə. Burada. Yəni hər kitabdan 2 dənə götürüləcək ha. Bu məsələn riyaziyyat 2 dənə, tarix 2 dənə belə. Adam sayının əlavə nəsə var. Gülnar Orxan Mahir, Rəvan Könül Nəzrin. Gülnar Orxan Mahir, Rəvan Könül Nəzrin. Bir də Ceyhunla Səidi də var. Bir dəqiqə. Ceyhunla Səidi yadımdan çıxıb yazmamışam. Ceyhunla Səidi. Ceyhun Səidi. Hə, indi maraqlı şey buradadır. Baxaq nəyə? Mahirlə Könül götürdüyü kitablar eynidirsə, Mahirlə Könül. Ondan Mahirlə Könülün qabağına Mahir, bir də Könül. Bura ikisinin eyni nöqtəni qoyuram. Riyazi kitabını götürən oğlanlardırsa, oğlan qalıb, baxın, Orxanı tapışıq tarixdir. Oğlan qalıb Mahir, Rəvan, Ceyhun. Mahirlə Könül eyni götürürsə, avtomatik bunu çıxardıram. Ceyhunla Rəvana riyaziyyəti yazıram. Ceyhunla Rəvana riyaziyyəti yazdım. Mahirlə Könül eyni kitabı götürüblər. Bunu bildik. Sonra Cümlərlə səydə müxtəlif kitab götürüblər. Cümlərlə səydə nə götürə bilərlər? Cümlərlə səydə pedaqogika götürə bilərlər. Müxtəlif kitab götürübsə onu deyə bilmərəm. Amma Mahirlə Könülün eyni kitab götürdüyünü tapa bilərəm. Nə? Ya informatikadır, ya pedaqogika. Mahirlə Könül ya informatika, ya pedaqogika. İkisindən biridir. Baxın, Mahirlə Könül ya informatikadır, ikisi də ya da ikisi də pedaqogikadır. Əgər Mahirlə Könülün ikisinə də pedaqogika yazası olsam, qalır informatika, 2 dənə informatika, bir dənə tarix. Buradan da Cümlərlə səydə müxtəlif kitab götürüblərsə, Cümlərlə səydə götürərəm, Cümlərlə səydə müxtəlif kitab yazarım, 2 dənə informatika yaza bilmərəm. Birini informatika yazacağam. Baxın, 2 dənə informatika yazsam əgər, baxın, 2 dənə informatika yaza bilmərəm. Birini informatika yazıram, birinə tarix. O zaman informatikanın biri qıraqda qalır, informatika düşür bu qıza. Nəzrinə. İndi baxın, nəzrinə. Birinci alır. Bunların içində olur. Biri informatika olur, biri informatika, bir də ki tarix. Yəni Cümlərlə səydən biri informatika, biri tarixdir. Bunlar yəni dəqiq məlumdur. İndi buradan baxırıq. Hansı Mahir tarix kitabı götürmüşdür? Mahirin tarix kitabı götürdüyü Mahir pedaqogika götürüb. Yox, yəni Mahirlə Könül yeni kitabı götürüblər. Ola bilməz. Yəni elə bir ola bilməz. Səydə pedaqogika götürmüşdü. Səydə pedagogikanı götürə bilər. Necə? Elə buradan pedaqogika ilə baxın. Buraya indi bir pedaqogika yazmışdım. Buraya nə yazmışdım? Birinə informatika, birinə tarix. Baxın, burada bu informatikalar var ha. Bu informatikalarla pedaqogikalar rahatçılıqla yerini dəyişə bilərlər. Bu ola bilər. Könül informatika kitabı götürmüşdü. Könül informatika, yenə deyirəm, Könüllə Mahir. Burada da Səidi ilə Nəzrin. Yerini tam dəyişə bilərlər. İndi buradan dəyişə bilirlərsə, Səydə pedaqogika kitabı götürmüşdü sözünü. Yenə deyirəm, baxın. Səydən qarşısında informatika ola bilər, pedaqogikada. Yəni kimin qarşısında informatika görürsünüzsə, o pedaqogikada ola bilər. Ona görə ikini düz götürdük. Könül informatika kitabı götürmüşdü. Könüllə, yəni bu düzdür, ola bilər. Ceyhun və Səydə eyni adlı kitab götürmüşdülər. Ceyhundan Səydə. Xeyr, deyil, bir dənə riyaziyyat, biri informatika götürüb. Yəni bu konkret səhvdir. 4. Yəni heç eyni də ola bilməzlər. Səydə və Rəvan müxtəlif kitablar götürüblər. Səydə informatika götürüb, Rəvan riyaziyyat. Yəni ümumiyyətlə riyaziyyatı Rəvanla mən Ceyhunu riyaziyyatı vermişəmsə, başqa kimə riyaziyyat verə bilmirəm, bax 2 dənə riyaziyyat. Bunda 5 də səhvdir. Cavab olur 1 4 5. 1 4 5. Sonra 49 50-yə də baxaq. 49 50-ci suallara. Burada fikir verin, deyir ki, ən azı 5-in üstündə ən az nə ola bilər? 1. 1-in üstündə ən az nə ola bilər? 2. Bəs 4-ün üstündə ən az nə ola bilər? 4-ün üstündə fırlasan 1 ola bilər o da. 1 2 1-ini də cəmlə eləyir 4B variantı. Sonra baxaq. 586, 505, 685 nəsə bir rəqəmlər gedir. Fikir verin, buradan bura, belə götürərəm.
Fibonacci ilə. Görün nə alınır. 586-dan 505-ə 81 vahid azalıb. 505-dən 478-ə 27 vahid azalıb. Buradan bura 9 vahid azalıb. Buradan da bura fikir verin. 81, 27, 9, 3 vahid azalacaq. 466. 466-dırsa bunları çıxardan variantlardan evdən doğru cavablara C variantı. Bu birisi də ki, yəqin bu da hansı bir arıcılıqla gedəcək də. 64 sonra buradan azalacaq. Buradan qalır 43, bu da 21, bu da 64, bu da 64, onda bu da 64 azalıb. Aha, bu da 64 vahid azalacaq. 429 düz yazmışıq. Maksimum K ilə soruşur. K ilə fikir verin. M ilə L toplamısı 3 verib. Demək ki 13 olub, 1 vahid gəlib qabağa. M ilə L toplamısı yine 3 vahid olub, 1 vahid gəlib qabağa. K ilə K toplamsız nəsə olub, içində 1 vahid gəlib. Bu da təbii ki 18 olub. Demək ki K 9-dur. K 9. K 9-dırsa elə də bir dənə 7 verib. Bir dəqiqə cəmi 13 olan nə ola bilər? 9 4 ola bilməz artıq. Çünki bu 9 var. 8 5-dir onda. L 5-dir. L daha doğrusu 8-dir, M 5-dir. 8 5 olsun ki, ən böyücün deyir da. Bu da K-nın elin cəmi. 9-un 8-in cəmi 17. C variantı. Sonra 52-ci sual. 52-ci sualda deyir ki, alışveriş edilib. Baxın, görək indi deyir ki, yerlər göstərilib. Hansı 100% doğrudur? Baxın, nə almalıdır? Bu adam. Bir adam 4 dənə malı almalıdır. Birinci başlayan deyir ki, harda nə alıb göstərib. Marketlərdir, budur, belə verib. Baxın, P. Tutaq ki, K eləmə ilə, bax, adamdır. K eləmə P malını. Məsələn, tutaq ki, hardan alıb, K-na eli, hardan nə? Baxın, bunlar marketlərdir, bunlar da mallar. Yəni, malları hansı marketdən alıb? Onu tapmalıyıq. Deyir ki, mütləq doğrudur. Alıcı N-dan alışveriş edib. Bir gidən gələk. Alıcı P-ni K-dan, P-ni K-dan alıb. Alıcı P-ni K-dan da ala bilər, elmdən də. Tutaq ki. Yəni, alıcı P-ni nə K-dan alsın ki? Tutaram ki, məsələn, götürüb, P-ni K-dan almaram, eldən M-dən də ala bilərəm. Yəni, mən kim nə deyə bilər ki, M-dən ala bilərəm, M-dən. Eri, məsələn, M-dən alaram, S-i N-dən alaram, T-ni də eldən alaram. Yəni, nə problemi var ki, ala bilərəm da mən. Bu problem nədir ki, bizə deyir ki, yəni, bizə, baxın, yəni, bu malları buradan alır da, yəni, bizə demir ki, 2 dəfə ala bilməz, 1 dəfə ala bilməz, söz demir. Yəni, bax, bu şəkildə aldım, heç P malını K marketində, ümumiyyətlə, mən K marketində girmədim heç. Ola bilər, yəni, A demək mütləq doğru deyil. Alıcı marketə ən az ikisindən alışveriş edib, bəli. Yəni, çünki görürsünüz ki, heç bir marketə bütün mallar yoxdur. Görə məcburan minimum ikisinə girəm. Cavab B doğru deyiləm. Qalanlar için mütləq doğru deyirlər. Yəni, bu B doğrudursa. Buradan qiymətlərin artması ardıcıdan düzməliyik. Məntiqi təhlildir. Yaddaşlarını verib, şeyləri verib. Gəlin baxaq. Bunlar deyir ki, qiymətlərin artması ardıcılığı ilə. Gəlin görək qiymətlə bağlısı var. Ən bahalı qiymətə satılan kompüterin Aydın aldığı Dell'in operativ yaddaşı 8 GB deyil. Demək ki, ən bahalı kompüter Aydın aldığı Dell'dir. Ən bahalı Dell'dirsə, sona 3 satacağım. Sonra bir dəqiqə baxaq. Babəkin aldığı HP-nin qiyməti gün ərzində satılan malların qiymətinin orta qiymətinə bərabərdir. Qiymətlər bunlardır. Bunların orta qiyməti nə eləyir? Toplayıb 4-ə bölürsünüz. 600-ün üstünə 400 1000 eləyir. 560 üstünə 680, 1100, 1240 eləyir. Toplayanda 2240-dır qiyməti. O qiymət 4-ə bölürəm, orta qiymət çaldıram. 560 eləyir. Demək 560 hansının qiymətdir? HP-nin qiymətidir. 560 HB-nin qiymətidir. HP-nin. Demək ki, ən bahalı olur nə? Artma ardıcılığından dedi. Ən bahalı olacaq Dell dedik. Dell. Sonda 3 olmalıdır. HP-də ki 560 manatsa demək ikinci olacaq. Yəni 2 ikinci olmalıdır. 2 ikinci olmalıdırsa bu da gedir cavab olur bu variantı. Bu birisine baxmağa ehtiyac yoxdur bu sualda. Sonra burada qiymətlərdir. Burada sadəcə nə edirsiniz? 16 nanın yerini dəyişdirirsiniz. Məsələn, burada bunların yerini dəyişdirirsiniz, cavab çıxır. 130 16-ya böldü nə düşür? Düşəcək harca 80, 128. 8 düşəcək, 128, M-də 2.
8-2, A8, M2-dir. Bu A düz gəlir. Fərq 6-dır. Bir də hasilləri də 16-dır. AB. Biri AB-dir. Biri AB-dirsə bunlar gedir. İkisindən biridir. Sonra burada 16-ya böləndə 115-i 7 düşəcək. 70, 42, 112 eləyir. 3-də qalıq qalır. 7 ilə 3 hasil 21 eləyir. Fərqi də ki 7-dən 3 çıxanda 4 eləyəcək. Variantda amma 4 yox. Demək 2-yə C gəlir bir dənə. Biri AB, 2-yə C. Cavab olur bu variantı. Buradan 16 ilə M yerini dəyişdirirsiniz. 146 ilə 16-ya bölürsünüz. Ondan tapırsınız. Sadə bir şey. Burada nə edirsiniz? Baxın. Belə bir şey, buradan bura belə bir xətt əlavə edir. 2 dənə xətt var, sonra 3 dənə xətt var. İndi bir dənə xətt əlavə olunmalıdır. O xətt əlavə olunursa, bunlar gedir hamısı. Cavab olur C variantı. Cavab olur C variantı. Sonra burada 1-dən 6-ya qədər deyil, elə yazılsın ki, baxın, 1 və 3 onlar arasında cəmi 10 olsun. 2 ilə 4 arasında gedilər 11 olsun. 3 ilə 5 arasında gedən cəmi 12 olsun. Yəni, məsələn deyirəm, 2, 4, burada 5 olsa cəmi nə edir? 11. Yəni, bu nəzərdə tutur, bu nəzərdə tutur. İndi buradan başlayaq. Məsələn, 1 ilə 3-ün arasında 10 olmalıdırsa, yazıram 1, 3, cəmi 4 eləyir. Bunda bura 6 yazaram. Sonra 2 və 4-ün arasında cəmi 11 eləməlidir. İndi fikir verin, 2 ilə 4-ün arasında 11 olması üçün 2, 5, 4 olmalıdır ancaq. Fikir verin, 3 ilə 5-in arasında cəmi 12 olmalıdır. 3 ilə 5-in. Amma 12-ni vermir burada. Görürsünüz, 12 olmalı arasındakı. Demək, başqa cür yazmalıyam. 3, 5-in arasında cəmi 12 olmalıdırsa, 3, 5, yalnız 4 yaza bilərəm də bura. 3, 4, 5. Başqa cür mümkündür. Çünki 3 ilə 5-in cəmi 8 eləyir. 8-in üstündən ancaq 4 gələrəm ki, 12 eləsin. İndi buradan 2 ilə 4 arasında cəmi 11 eləməlidir. Buraya yazası olsam nə olur? 9 eləyir. Demək, başqa bir qiymətdə yazmalıyam. Deyə buraya yazsam 2-ni baxın. 2 ilə 4-ün cəmi 11 eləyirmi? 2, 4 var arasında gedən cəmi. 2, 4 var arasında gedən cəmi. 2, 4, 5-in cəmi 11 eləyir. Sonra 1 və 3-ün arasında cəmi 10 eləməlidir. 1 üçün. 1 üçün. İndi görək 1 üçün nə düz gətiririk biz burada. 1 ilə 3 arasında cəmi deyir 10 eləməlidir. 2 ilə 4, 11 ödədik. 3 ilə 5. 12 ödədik. İndi deyir 1 və 3 arasında cəmi 10 olsun. İndi 1 ilə 3 arasında cəmi 10 olmalıdırsa belə yazıram. 1, deyir altında buraya yazdım, qutardı. Cavab 10 elədi. İndi baxın, belə də düz gəlir. Və yaxud da bunun eyni tərsin. 2, 5, 4, 3, 6, 1. Bu da eynidir. İndi deyir 6 da harada ola bilər? 1, ikinci yerdə ola bilər. Bir də 1, 2, 3, 4, 5-ci yerdə ola bilər. 2 ilə 5-ci cavab olur D variantı. Sonra bizə nə soruşur növbətdə? Sim, tar, yəni alətlərdən biri tardır, tarında sim olur. Geyimlərin biri köynəkdir, köynəyin düyməsi olur. Y variantı. Sonra burada hissələri birləşdirirsiniz. Çətin bir sual deyil. Yəni hissələri üst-üstə qoyub yığmalısınız. Yəni nə edirsiniz? Yəni hissə qoyun, birləşdirin. Başqa bir şey yoxdur. Buradan gedək. Sonra yəni sadəcə hissələri birləşdirəsiniz. Buradan nə edək? Baxın, burada tutaq ki, bu hissəni götürəsi olsam. Buradan bunu götürəsi olsam, fikir verin. İndi bunu da buraya yazası olsam, lap bu balacanı. Yəni bu hissələrə boşluq qalır. Bunu doldura bilmir. Bunda demək B səhvdir. 90 dərəcə iş burada yoxdur deyənə. D də səhvdir. Cavab qalır A, C, Y-dən biri. Gətirin yazayım. Bunu bura çəksəm. Olur birinci. İndi bunu baxın, belə bir söz deyim sizə, çevirib də çəkə bilərsiniz. Hər hansı hissəni çevirib də çəkə bilərsiniz və yaxud da deyib belə tutacağız. Baxın, elə bundan bu. İkisidir. Buradan da hissələri bir dəqiqə baxın, belə tutası olsam, hər hansı, yəni burada məndə şəkil çəkəndə üstündə səhvlik ola bilər. Yəni burada, yəni yenə deyirəm, bu ikisini birləşdirib belə çəkəsi olsam, bu hissəni. Olmana cavab əslində Y-ni belə məntiqlə düşünmək Y olur. Çünki bunlar daha böyük ərazidir. Yəni bu sahələr birləşdirməkdə bunu yığasan içəcə. Yəni eyni boyutda olmalıdır. Ona görə yenə deyirəm, baxın, elə bilin ki, belə də təxminən bu balaca üçbucaqdır. Bu hissələrdəki belə birləşdirsəm, baxın, bunu belə, bunu da belə. Bu balaca hissələrdir. Bu fiqur budur. Üçbucaqdakı bax budur. Üçbucaq budur. Bu budur. Bu ikisi də ki, bax bulardır. Bu üst-üstə düşənlər. Cavab Y variantı. Sonra burada hissələrin
Hissələri vurub açanda necə olacaq? Eyni baxın güzəştisi olur deyənə gəlin güzəştinin birini tapayın. Birinci bax burada bu şəkildən axtarmalıyam bunu. Bax iki şəkillər belə durub. Buradan bax belə durublar. B səhvdir. Bunlar güzəşt cavab Y variantı. Baxın güzəştlər də tam düzgün şəkildə cavab Y idi burada. Bunlar məsələn güzəştçi deyirlər. Burada səhvlik var. Burada baxın tinə heç dəyməyiblər, amma burada tinə dəyiblər. D də səhvdir. Cavab olur Y variantı. Bu şəkildə nə etməlisiniz? BCD-ni tapmalısınız. BCD harda var? D burada. 1-ə olur A. CDB harda var? CDB D 2-də 2-yə B. FAB. FAB baxın. FAB. Bayaq ki F-ni bir tərəfə gətsəz FAB düz gəlir. AC. DAC. DAC isə buradadır. 3-ə aiddir D. EFB. EFB isə E-ni gətsəz bura D bura olur. EFB. 3-ə də aiddir təzdən Y. 1-ə AC, 2-yə B, 3-ə D, Y. 1-ə AC, 2-yə B, 3-ə D, Y. AC, B, D, Y. Cavab olur D variantı. Bu şəkildə izahını vermişəm. Kvadratına bağlı. Yəni, nə edirsiniz? Neçə qollu varsa üstünə yazırsınız. Sonra qolun çıxdığı qolların üstünə yazırsınız. Bundan tapırsınız. Burada nə edirsiniz? Bir dəqiqə. Burada 63 çıxılsın 24, eləyir 39. 70-i çaq 45, eləyir 27. Yəni 40 çıxılsın 27 eləyəcək. 5-i 8-ə vuranda 40, 39, 27 eləyir 13. C variantı. Sonra 7-lik, baxın 2-lik, 7-lik, 9-luq, 4-lük. Bura ki, bu da dirlikdir. Dirlik. Fərqli cavab Y variantıdır. Bu sualı bayaq yuxarı izah eləmişim. Eyni bu sualdan var idi yuxarıda. Hərflərin sadəcə yerləri dəyişib belə-belə. Məsələn, indi bura R, T, E, T, R. Burada nə olacaq? E, R, bu T ilə başlayacaq. E ilə başlayıb, B ilə başlayıb, bu T ilə başlayır. İkinci hərf R olub, T olub, bunda E olmalıdır. Üçüncü hərf T olub, E olub, R olmalıdır. Bunda ter. Cavab olur D variantı. Əslində yuxarı var izahı. Bu sualın eynisini açırsınız. Belə. Baxın, bunu açanda bax belə olur. Belə. Bunu da açanda ki, təxminən bu belə birləşir daha bura. Belə. Bax, elə ki, bu hissəni açırsınız. Bu hissəni bura açanda, baxın, eyni bundan bura gəlir. Belə. İndi qayıdıb bunu belə açanda, bax, bura olacaq V. Deyək, belə bu formada. Bu olacaq belə, belə. Ona cavab olur, bu gedir, bu gedir, bu gedir. Cavab A ilə D-dən biridir. Eyni dediyim kimi, burası da belə olmalıdır. Üst-üstə baxın. Belə baxın, bu hissəyə baxın. Burada gedib, burada gedib. Ona görə cavab olur A variantı. Bu səhvdir orada. Çünki heç burada ümumiyyətlə güzəşti deyə bir şey yoxdur. Burada 66-da nə edirik? 66-da şifrələrdir. Yəni, hərflərin yerinə baxırsınız, düz gəlməlidir. Məsələn, necə? Burada birinci olan sözün, baxın, uyğunluğuna baxsaq. Belə deyim də, sizə başlıq hərflər hamısı fərqli olmalıdır. Fərqli başlamalıdır. Bunlar da. Ümumiyyətlə, fərqli olmalıdır. Yəni, hamısı fərqli getməlidir. Fərqli getməlidirlərsə, burada görə ki, eynilik ümumiyyətlə yoxdur. Baxın, birincinin sonuncu hərfi, üçüncünün üçüncü hərfidir. Birincinin sonuncu hərfi, üçüncünün üçüncü hərfi olmalıdırsa, o qayda baxsaq, bu birincinin sonuncusu 6-dır, burada 7 düşüb, bu getdi. 6-dır, 7 düşüb, bura getdi. Burada birincinin sonuncusu 6-dır, üçüncünün üçüncüsü olmalıdır. B düz gəlir. Sonuncu bu da düz gəlir. 8-dir, burada deyil. Cavab B ilə C-dən biridir. İndi baxırıq nəyə? İkincinin sonuncusu, dördüncünün ikincisi olacaq, baxın. Burada 4, burada 4 düz gəlir. Burada 4, burada 2 damma. C-də getdi, cavab olur bu variantı. Burada mən bu sualı izah eləmişim. X buna Y verirsiniz, olur. X bərabərdir A plus B. 5 çıxılsın. 5 üstə gəlir 2, çıxaq 2Y. Yerini dəyişdirib Y bərabər yazırsınız. A plus B. Yenə artıq A'mız 2, B'miz 3'dür. Yenə elə 5 plus 1 olur. Çünki yenə toplamadır. Çıxaq 2X. Buradan X bərabərdir 6 çıxaq 2Y. Y bərabərdir 6 çıxaq 2X-a. Buradan əvəzləmə eləyirsiniz. Y-ni yenə aparıb qoyursunuz bunu. X bərabərdir 6 çıxaq 2Y. Yəni 2 vuraq 6 çıxaq 2X-a. X bərabərdir 6 çıxılsın 12 plus 4X-a. X bərabərdir mənfi 6 plus 4X-a. Bu tərəfə geçsən mənfi 3X bərabərdir mənfi 6-ya. X də bərabərdir 2-yə.
X2 olur. Cavab olur bu variantı. B variantı. Deyir ki 2000 baxın belə bir sual verib. 2000 nəfəri cari, 800 nəfər əvvəlki də məzunudur. 600 nəfər əvvəlki məzun olmaqla 1700 nəfər qızdır. Fikir verin indi. 2000 nəfər caridədir. 800 nəfər 800 əvvəlkidə. Deyir ki 600 nəfər cari məzun əvvəlkinin məzun olmaqla option 1700'ü qızdır. Demək ki bundan da 1100'ü qız qalır da. İndi soruşur. Demək ki 1100'ü qızdırsa buradan 900 oğlandır. Buradan 200 oğlandır. Deyir ki X rayonunda olan abituriyent oğlanların neçəsi cari məzunlardır. Cari hansı idi? Deyə baxın. 2000 nəfər bu cari idi da 2000 olan. Bu qızdır, bu oğlandır. 900 oğlan. Bu tip sualların izahını vermişəm. Yəni hərfləri yazırsınız. Yəni sətr üstündə təkrarlanma olmasın. Nə sətr üzü, nə üstüncə təkrarlanma olmasın, nə də bu halqanın içində təkrarlanma olmasın. Bunun izahında fikir verin. Cəmi buradan 75 eləyibsə 35, 15 x-in cəmi 75 eləyibsə bura qalır 50, bura qalacaq 25, 75 olması üçün. 25, 37, 16-ın cəmi nə eləyir? Bura yazırsınız. 62, 78 eləyir. 78. İndi 16, 8'in y-in də cəmi 34 eləyib. 24 də bura olur 10. 35, 60, onun da cəmi 105, bura 105 yazırsınız. Belə yəni artıq n-nı tapdınız. 28, 78, 105-in cəmi bura yazırsınız. Bura yazırsınız. Z hardadır? Z. Z-də 78 yazmışam belə. Ümumiyyətlə n çox Z deyir deyənə. N nəyə bərabərdir? Bir dəqiqə. N bərabərdir 105 plus 78 plus 28'ə. Z-dəki sadəcə 78'ə. Çıxanda 78'ə gedib bunların cəmi qalır. İndi bunların cəmi hesablayıb tapmaq lazımdır. Bilmirəm nədir. 130 neçə eləyər. Qalır 2 dənə sualımız olan izahına baxan. Bizə nə soruşur? Bizdən fiqurun üzərindəki təsvirləri soruşur. A E-nin aşağısına baxır. Yəni A-nın başı E-nin aşağısına baxıbsa, buradan mı A-nın başı T-ya baxır? Bu səhvdir. Yəni A-nın başı hər zaman elə baxmalıdır. İ'nin baş A-nın aşağısına baxırsa, İ'nin başı. A-nın aşağısına İ'nin başı baxıb burada. A-nın başı, baxın, ümumiyyətlə L-ın A-nın böyrünə baxır, bir qolu. Belə də yəni qayda. T-nin başı T-nin baş hissəsi E-nin arxa hissəsinə baxır. Bunlar da var. İndi gəlin baxan görə nə olur? Gəlin şəkil çəkəni burada. A, E, A-nın aşağısına İ baxır. Fikir verin. İ'ni mən bir tərəfə furiyəsi olsam, İ ilə L yan yana dururlar. Məsələn, İ'ni belə furiyəsəm, İ təxmin necə düşəcək? Belə. Onda İ ilə L-nın eyni olsun deyə L-nı belə yazıram. Fikir verin, indi belə olacaq. Buradan indi qalır nə? T-nı. T-nı mən bir bura yaza bilərəm, bir bura. T-nı əlbəttə ki, bura yazacağım ki, A-la düşmən olmasın. Burada ki, istənilən bir hərf ola bilər. İndi baxırıq nəyə? Görürsünüz ki, E-ni fırasam L-dan ağza-ağza düşürlər. Bura E-ni fırasam L-dan ağza düşür. 4 düzdür. 4 düzdür. Sonra bura İ'ni baxın. İ'ni mən fırasam belə olacaq, bir də fırasam belə olacaq. İ'nin axı hissəsinə bu N hərfindən çıxıb baxacaq. Bu 2 də düzdür. 2, 4. 2, 4. E-nin arxası, bax, E-nin ağza-ağza fırasam L baxacaq. Amma burada F düşüb. 5 də səhvdir. L-nı baxın. E-nin fıriyası olsam mən. E-nin fıriyası olsam. Baxın belə. E belə düşür. E ilə L ağza-ağza baxırlar. Amma burada E ilə L pis baxıb. Yəni bir başqa cür baxırlar. 2, 4 demək düzgün cavab. Sonra 70-ci sualın izahını deyəcəm. 72-ci sualın izahında nə eləməlisiniz? Baxın, 2, 3, 6 konfet düşüb. Demək ki, 2 qız, 3 qız və 6 qız. Belə yazırıq. İndi bax, burada nə edirsiniz? O 2, 3 qız, 3 qız, 6 qız yerində qalır. Deyək ki, K-da, baxın, K, L, M. Bunlar nə edirik?
150 konfet ilə paylanması ki, bu sayılara uyğun düşməlidir. Deyək K komandasında 20 tələbə var. K-yı 20-yi qoyanda 2K 40 elə 20. 150-dən də 40 çıxanda nə qalır? 110. İndi baxın 3 və 6, 3x və 6x siz 110-a bərabər eləyə bilərsinizmi? Xeyr. Çünki 110 heç özü 3-dən 6-ya bölünmür. Elə də olmalı ki, 3 6-ya bölünür indi 110. Bölünmür. Demək bu səhvdir, bir səhvdir. Sonra L komandasında 32 tələbə var. 32 3-ə vuranda nə edir? 96. 150-dən də 96 çıxanda qalır 54. 2 ilə 6 54-ə bölünür. 54 2 ilə 6-ya bölünürmü? Bölünür. Demək 2 düzdür. M-də 20 tələbə var. 20-ni 6-ya vuranda eləyir 120. 150-dən də 120 çıxanda qalır nə? 30. Həqiqətən 30 da 2 və 3 nisbətində bölmək olur. Bu düzdür. Yəni 3 də düzdür. 4-ə baxıram. K komandasında 27 tələbə var. 27-ni 2-yə vuranda 54. 150-dən də 54 çıxanda 96. 96-nı mən 96 bir dəqiqə 96-nı 3 və 6-ya bölünürmü? Bölünür. 4 də düzdür. 5-ə baxıram. L-də 19 tələbə var. 19-u 3-ə vuranda 57 eləyir. 150-dən də 57 çıxanda 93 qalır. 93 2 ilə 6-ya bölünürmü? Xeyr. Bunda demək ki, səhvlər olur 1-dən 5. Cavab olur 1-5. Bu da olur təkrar 7-nin izahı. Təkrar 7.